Alyona Əliyevadır, yoxsa Azərbaycan dövləti və maşını strukturudur? İlham Əliyev bunu bilir. İlham Əliyev bilməmiş olmaz ki, Alyona gəlib Azərbaycanda səs verir və Ukraynada səs verir və sair və ilaxır. Əlbəttə ki, bu həm İlham Əliyevin səhnənkarlığıdır, həm dövlətin, həm hökumətin. O mənim üçün maraqlı deyil. Yəni İlham Əliyevin yanında... Səhnənkarlıq deyil, onun iradəsidir. O bunu istəyir. Alyona olmasaydı başqasını eləyəcəkdi. Azərbaycanlı bir Gülnara, nə bilim, Fatma Nisəyə eləyəcəkdi. Nə fərqi var ki bunun? Yəni bu özü eləmir. Özü kartel bu qədər ağıllıydısa İlhamdan əvvəl pul olardı da. Yəni deməli o İlhamın iradəsindən asılıdır. İlham özü bunu eləyir. Yəni nəticədə səbəbkar İlhamdır. Alyona orada sadəcə fiqurdur. Fiqurdur ya qurbandır. Nərmin, üzr istəyirəm Mehman, sənə qayıdacaq bir saniyə sonra. Nərmin, fiqurdur, qurbandır, özü bilə-bilə, özü istəməsəydi bu vəziyyətə düşməzdi. Yəni mən sizin məntiqinizi düzgün anlayıramsa, burada biz tamamilə bu spektrin, bu yanlışlıq spektrin tam əksinə keçə bilərik. Yəni bir insan əgər qadındırsa, biz ona istəmədiyiniz, yəni istəmədiyiniz şəkildə, biz ona mülayim yanaşmalıyıq, biz onu tənqid etməməliyik, biz ona tənqiddən gizlənməliyik, özümüzü saxlamalıyıq. Yəni Mehman əgər hansısa necə deyim sizə, hansısa yanlışlığı öz işində, öz iş gərəyi işıqlandırırsa, bunun qadın olduğuna görə daha yumşaq yanaşmalıdır, çünki müəyyən stereotipləri gücləndirilmiş olur. Mən məntiqinizi düzgün anlayırammı? Yox, yəni vurğuladığınız məsələlər maraqlıdır, amma mənim dediyim bu deyil. Mənim dediyim qadındır deyə Alyonaya qurban rolunu yazaq deyil. Alyona Əliyeva qurban deyil. Yəni Alyona Əliyevaya bu şans verilib, İlham Əliyevin gəlini olmaq. Azərbaycanda nə qədər adama bu şansı versən, yəni 10 nəfərdən 9.6-sı gedəcək, 0.4 qalacaq bəlkə. Yəni belə böyük bir şey nisbətdə. Və yaxud da ki, keçən dəfə, yəni burada birincisi qurban söhbətini, qurban deyil Alyona Əliyeva. Yəni Alyonanı məni əsəbləşdirən şey budur ki, qəzəbləndirən. Mehman qurbana çevirir. Yəni Alyonanı qurbana çevirməklə İlham Əliyevin əlinə kozur verir. Yəni bunun, yəni siyasi olan şeyi biz siyasi şeyi başqa formada dəyərləndirə bilərik, başqa cür istifadə edə bilərik. Amma verdiyimiz şey həm də iki ucu kəskin bıçaq olmalı deyil. Bizə də bu təsiri eləməli deyil. Amma burada, məsələn, Alyona söhbətinə qayıtdıqda, digər verilişdə Mehman arqument səsləndirir ki, qayın sözü deyirdiniz, qudaydı o. Qudasına təyyarədə gəzdirir İlham Əliyev qudasını. Yəni İlham Əliyevin adı çıxıb 9-a, enməyəcək 8-ə. 10-cunu eləmək İlham Əliyev üçün problem deyil. Yəni bizim də İlham Əliyev